Layihə çərçivəsində Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi və layihənin rəhbəri Fəzza Ov quşları ilə mübarizə üzrə Təşkilat Komitəsinin sədri Seyf Bilkidehtənin birgə əməkdaşlığı ilə İmişli rayonu ərazisində xeyli sayda ov quşunun təbiətə qaytarılması aksiyası həyata keçirilib. Seyf Bilkideydə layihənin icrasında irsin bərpası üzrə Həmdan bin Məhəmməd Mərkəzinin rolunu xüsusi vurğulayıb. Sevindirici haldır ki, irsin bərpası üzrə Həmdan bin Məhəmməd Mərkəzi bizim təbii irsin mühafizəsi ilə bağlı müraciətimiz əsasında şahin növlərinin gələcək nəsillər üçün qorumaya alınmasını hədəf götürən bu layihəyə dəstək verdi. Ümid edirik ki, bu layihə quşların təbii mühitə qovuşmasını təmin edərək onları nəsil tükənmə təhlükəsindən uzaqlaşdıracaq, deyə Şeyx Bikeydə vurğulayıb. Məhv olma təhlükəsi ilə üz-üzə qalan şahinlərin təbiətə uğurla qaytarılmasını və sağlam yaşayışını təmin etmək məqsədi ilə layihə təşkilatçıları quşlar arasında artım üçün münasib olan yaş qrupuna əsasən seçim aparılıb. Buna əlavə təbiətə qovuşdurulan ov quşlarının miqrasiya marşrutunu izləmək məqsədi ilə onlara layihənin adı yazılmış xüsusi cihazlar taxılıb. Habelə quşların öz vətənlərinə rahatlıqla qayıtması və uyğunlaşmasını təşkil edən xüsusi komitə yaradılıb. Qeyd edək ki, quşların təbiətə buraxılması aksiyasının Azərbaycanda həyata keçirilməsi bu ölkənin şahinlərin əsas köç istiqamətlərindən birini təşkil etməsi və orada uzun müddət yaşamaqları ilə bağlıdır. Gülü Əliquliyeva, Rəhman Məlikov, Dünya TV.